Bura evlilik belə deyim bazarıdır. Öz övladlarını belə deyək bazara çıxardırlar əməlli başlı. Bizim valideynlərə şükür, həqiqətən bizim valideynlərə şükür ha. Bu yenə gəldi. Kasıb sözü var qız vurdu kompüterə, hamısı belə yan-yana qoyubdular. Şilləliyirlər, təpikləyirlər, üzlərinə tüpürürlər, nə bilim, başqa şeylər deyirlər. Oy, görüntünün gözəlliyinə bax. Salamlar, salamlar, salamlar. Hardayam? Çindəyəm, harda olacaq? Çindəyəm, Çinin içindəyəm, Hangzhou şəhərindəyəm. İndi gedirəm Hangzhou şəhərinin əsas nöqtəsi olan yerləri gəzməyə. Görək bugün başımıza nə iş gəlir. Gedək Hangzhou'nu biraz gəzək. Əslində bundan əvvəlki videoda bir balaca gəzdim, amma bu videoda əsas yerlərini gedəcəm. Buranın bir gölü var. O Hangzhou'nun əsas yeri hesab olunur. İşte oranı gəzək, görək nə yerlərdir. Qazanalım, görək oralar nə yerlərdir. Dünən də getmişdim bura, Uşan Square. Dünən buradaydı. Bugün bura geldim. Bəli. Aham da geldik. Ama buradan hara gedək? Ama bilmirəm. Sağ biraz. Göl hansı tərəfdədir? Göl hara düşür? Göl məncə ora düşür. O tərəfə düşür göl. O tərəfə düşür. Çünki yaşıllıq oradadır. Deməli, göl də oradadır. Yaşıllıq hardası, göl hardası, yaşıllıq oradadır. Su varsa həyat var, belə deyək. Amma ora, buradan piyada keçisi var. O nə qədər velosipedlə də buralar yazmıyorlar, Velosipedlə də buralar yazmıyorlar. Ne yaparsın bu? Bir jackfruit. Jackfruit yıktı o. Onu atar. O bura ne kışın girdi ha. Ay, ne kışın yerdi ora. Oy, kışın yerdi ya. Havası da sərindi. Mövzu biraz dərindi. Bu söz də əzbərindi. Bura nədir? Ay, burada nə qədər adam var kardeş. Burada çox adam. Bura şeydir. Bura haqqında məlumat verəcəm. Bura şeydir. Bura evlilik belə deyim bazarıdır. Fikir verin bir dənə. Ətrafda nə qədər elan var da, bax görürsünüz, ətrafda nə qədər elan var. Daha niyə səbləşin? Bu elanlar nə üçündür? Bu ətrafda dayananların bir çoxsu valideynlərdir. Valideynlər öz belə deyim, evdə qalmış övladlarını, hələ evlənməmiş övladlarını burada bazara çıxardırlar. Onların nə bilim boylarını, yaşlarını, nə bilim çəkilərini, işlərini, güzlərini falan yazırlar bu formada. Yerləşdirirlər belə parka, elan kimi. Bəziləri hətta öz əllərində tuturlar bu elanları. Özləri gəlib burada otururlar, elanları öz əllərində tuturlar ki, bəs şeydir. Bu oğlum da maşallah elə yaraşıqlı oğlandı. Evet, yəni öz övladlarını evləndirmək üçün bu cür parkda öz övladlarını belə deyək bazara çıxardırlar əməlli başlı. Bəzən övladların heç özlərinin xəbəri olmur ki, bu bazarda onlar belə deyim elana qoyulubdular. Yəni hətta bu da olur. Məsəl üçün bu ətrafda dayananların əksəriyyəti valideynlərdir. Çox az insan özü üçün axtarır. Çox az insan özü üçün axtarır. Əsasən belə deyim övladları üçün axtaranlardır. Ətrafdakılar. Çində məsələn daima var. İstəyir övladlarının belə deyim xoşbəxtliyini görsün də. O biri valideynlər də gəlirlər bura, digər valideynlər. Onlar da gəlib burada öz belə deyim övladları üçün uyğun bir qismət axtarırlar. Burada valideynlərlə tanış olurlar. Deyirlər ki, övladlarımızı elə baş-göz eləyək. Bu birbaşa özü üçün eləyir. Bu özü üçündür. Bu qardaş özü üçündür. Çox maraqlı söhbətdir. Çox dəhşət maraqlı söhbətdir. Yəni bizim valideynlərə şükür. Həqiqətən bizim valideynlərə şükür ha. Adamdan yəni özündən xəbərsiz gətirib orada şeydir. Düzdür, yəni bəziləri özləri gəlib onu şey edirlər. Özlərini belə elana qoyurlar, amma bir çox zaman valideynlər onu edir. Valideynlər gəlir, övladların orada elana qoyurlar. Vallahi balam da vallahi elə yaraşıqlı oğlandı. Əlindən də hər iş gəlir filan. O birisi də gəl qızım, qızım yaxşıdır maşallah. Bəli, videomuzun bu yerində artıq bu yenə gəldi.
Amil necəsən Amil? Yaxşıyam, yaxşı. Amil məni görməyə Hangzaya gəlibdi. Hangzaya gəlibdi Amil məni görməyə. Gələn kimi də ilk qarşımıza çıxan şey İnsan ticarəti. Eyvalları. İnsan ticarəti, insan alqı satqısı. Ay Amil bu nə qəşəng meşədir. Hə? Cave yazılır, görək şey var. Cave bilirəm hardadır. Cave-ə girməyəcəm. Mağaranı istəmirəm. Mən əsas gölün yanına gedib mən o templə getmək istəyirəm. Hə, get. Amma qəşəng parkdır, qəşəng meşədir. Bambudur da bu. Bilirsən o, bambu. Buna deyirlər bambu ağacı. Bunun içində bir dənə içki yazılır, görmüsən onu? Mən içkilərlə mənim aram yox. Mən içki ilə bilirsən ki, mən. Maraqlı şey. Mən İynə ilə içki. deşir, içinə doldurur. O da orada qalır nəsə. O da olur, amma o da olmasa tüstü çıxmaz. Bambunun nəyi nömrələyirsən? Bambu da bunu ək bitsin də bundan da. Nömrələyib. Burada yazıb deyir ki, kəsmək olmaz. Söyüş var ya, bax görsən, oxursan. Söyüş var kəsən. Elə yazılır. Çox qəşəng görüntüsü var buranın. Çox qəşəng görüntüsü var ha. Deyir ki, bambuları kəsməyin. Bambuk. Mənim əsli Hangzaya gəlmə səbəbim elə buradır. Hə. UFA. Bura ümumiyyətlə bir də ki UFA-dir. UFA ümumiyyətlə əsas gəlmə səbəbim Hangzaya. Ümumiyyətlə Hangzonun təbiəti qəşəngdir. Çox qəşəng təbiəti buranın. Çox. Mən bəcəndim buranın təbiəti. Nə dedin sən bura? Hə? Nə dedin? Şəngzi. Şəhər. Çox qəşəngdir təbiət, çox. Bulaq olub bura vaxtında deyirsən. Bulağa oxşuyur. Amma axmır. Bulaqlarınız quruyub, bulaqlarınız. Bulaqlarınız quruyub. Ay bala yerdə oynama, yerdə oynama. Çox maraqlı parkdır. Normalda bu cür parklara giriş ödənişli olur. Burada pulsuz parasız. Avropada gəlirsən tutaq ki bir dənə. Hətta məsələn Parisə gedirsən, hər şey yan-yanadır. Yəni Eyfeldən 100 metr o tərəfdə başqa bir şey var. 200 metr o tərəfdə başqa bir şey var. Onun yanında burada hər şey o qədər aralar aldı ki. Onun üçün daha çox vaxt tələb olunur. Xəritə bax burdadır. Bax hər şeyin bax yerini göstərir. Jingo Cave, Purple Cloud Cave. Dəyişən. Biz də yeri UFA. Buranın xəritəsi budur da. Biz də buradayıq hal-hazırda. Və belə gedirik. Buradan gəldik. Buradan gəldik, belə gedirik. Bura gedir. Mənim ora getməyə bir səbəbim var çünki. Orada bir tarix yatır. Bu fake-dir axı, bu adi lotusdur bu. Əminsən? Orada tıspağa. Lotusun balacasına nə deyirlər? Lotuska. Ürəyim quruldu ya. Polis burada da var ya. Hər yerdə kameradır, hər yerdə. Yəni Çində kamerasız yer yoxdur da. Yəni bilsəniz, addımı atdığın hər yer kameradır. Hər yer. Hər yerə. Yəni bir kameradan çıxdınsa mütləq şəkildə o biri kameraya düşürsən. Yəni başqa variantın yoxdur. Bir kameradan çıxdınsa o biri kamerada 100% varsın. Özdə bunlarda smart belə ağıllı təqib sistemidir. Smart track. Kameradan çıxan kimi avtomatik belə bir şey olur da. Yəni filankəs hardadır? Yəni kompüterə vuran kimi avtomatik kasıb sözü var. Qız vurdu kompüterə, hamısı çıxdı. O kompüterə konkret şey eləyən kimi ona nə hamısı bütün görsənir ki, bu dəqiqə həmin adam hardadır. Düz deyirəm Amil? Bəli, bəli. Amil, burada oğurluq çoxdur? Yoxdur. Yoxdur? Niyə yoxdur? Burada oğurluq bizdə necə olur? Məsələn, kimsə ticarət eləyir. Kimsə ki, məsələn, mal atar. O da ki, tapırlar. Amma belə, yəni telefon vat burada get. Heç kimi versin olmuyor. Mən telefonumu burada atıb gedəcəm. At gedi. Doğrudan. Hə. Nə istəyirsən? Yol ver. Bura belə də yol var. Amma
Biz dağla, dərə ilə gəlmək seçdik. Çünki Hudong Cave. Çünki o parkı, məsələn, oradan keçməsəydim o parkı görməyəcəkdim mən. Birbaşa bura gəlsəydim. Nə oldu? Nə oldu? Buranın. Yox, o bir tərəfdən giriş. Deməli, turniket qoyublarsa ödənişlidir. Yəqin ki, turniket varsa ödənişli olar. Olsun da, yəni bura qədər gəlmişsən o indi. Amma kəsərsən. Hə, Amir, gəldik və o Yufei Temple. Yufei məbədinə. Və keçək içərisində ətraflı məlumat verəcəm buranın. Aha, növbəyə girək. Görüm, sən işlənibdir, sən pasportu. Sən bu pasportun öz pasportun necə səhvsən? Buna bax səncə, hansı sənin ola bilər? Yox, belə üstün göstər. Təbcə də pasport... Mən elə bildim o arxası deyə. Neçəyə də üstünə yazılmır qiyməti? 25 yuan. Hə? Necə? Oy da, dayıya var orada. Hansı dayı? Çardıqdan. Dayı deyil, Yufei'dir. Bax saqqal. Yufei. Girək sənə onun haqqında məlumat verəcəm, sənə belə. Tanış eləyəcəm Yufei'ni. Ölənləri verəm. Hə, gəldik Yufei məbədinə. İndi gəl Amil, bu məbədlə səni tanış eləyim icazənlə. Bəli. Səni maarifləndirim istəyirsənsə. Bax, bu gördüyün Yufei son xanədanlığı dövründə Çinin, yəni bu ərazilərin, belə deyim, ən mühüm sərkərdələrindən, generallarından birisi olubdur. Amma yuxarıdan gələn tayfalarına qarşı müharibə aparırmış, daimi olaraq. Həmişə müharibə aparırmış. Və bir gün belə deyim, öz dövləti deyir ki, bəsdir bu qədər müharibə, istəmirik biz müharibəni, dayandıraq. Bu da deyir ki, yox da kişi, bunlarla bala sülh olmaz, bunlarla sülh eləmək olmaz filan deyir. Amma özünkilər razılaşmır, onu vətənə xəyanətdə ittiham edirlər, bu gördüyün qardaşı. Vətənə xəyanətdə ittiham edib onu öldürürlər. Yəni, və sonradan da Yufei'nin belə deyim, məzarı bura gətirilir, burada dəfn olunur Yufei. Onun da xatirəsində bu cür bir məbəd olur Yufei'nin xatirəsinə. Amma mövzu burada, yəni mənim gəlmə səbəbim də bu deyil təbii ki. Gedək orada göstərəcəm. Mövzu başqadır əslində. Tısbağalar var. Ne güzel orada necə düşəsən sən, qardaş? Böyük məbəd daha. Bir xeyli böyükdür özü. Burada heykəllər var, mən o heykəlləri axtarıram. Mövzu, məsələ o heykəllərdədir. O heykəlləri göstərəcəm. Yufei. Bu da Yufei'nin məzarıdır. O məzarı onun qarşısında bu formada göstərir. Orada 2 dənə heykəl bunların məzarına doğru baxır. Belə əlləri, qolları bağlı, belə aşağılanmış, alçalmış vəziyyətdə. İndi budur məzarı, budur bu olar da yəqin ki, böyük budur. Bu kim məzarı? Bu da onda yəqin ki, həyat yoldaşı falan olar. Yox. Yufei'nin də məzarına gəldik. Allah rəhmət etsin. Hə, bax bu gördüyün heykəllər Yufei'ni öldürənlərin heykəlləridir. Bax, bu Ginhui'dir, yəni əsas bu rol olubdur. Bu kişini öldürməkdə Ginhui budur. Bu da onun həyat yoldaşıdır. Ginhui həyat yoldaşı. Hətta Ginhui'ni o qədər döyübdülər ki, başında belə deşik zad açılıb. Yetimin bu Ginhui, o da onun həyat yoldaşı. Bu da Yufei'nin məzarı. Yəni Ginhui belə deyim,
Yəni Ginhui Yufei'nin ölümünə səbəb olmuş adamdır. Yufei belə deyim, şimaldan gələn Jin tayfaları ilə müharibə aparır və Ginhui də deyir ki, bu müharibəni artıq dayandırmaq lazımdır, çünki sülh olsun. Yufei də bununla razılaşmır, deyir ki, onlarla müharibə aparmalıyıq, yoxsa onlar bizi işğal eləyəcək. Ginhui axırda onu belə deyim, dövlətə, millətə xəyanətdə ittiham edir. Deyir ki, o vətən xainidir və Yufei'ni öldürdür. Və bu ölümdən təqribən bir 400 ildən sonra Yufei'yə fikirləşirlər ki, Çin xalqı deyir ki, Yufei xəyanətkar falan deyildi. Yufei hələ. Çin xalqı deyir ki, Yufei Dastoyun oğlanı idi, Yufei ilə oğlanların oğlanı idi, Yufei'dən başqası da yalandı. Elə bunun özüymüş sən demə xəyanətkar. Və onun burada Yufei məbədində bu cür diz çökmüş formada bu Ginhui idi, bu da onun həyat yoldaşıdır. Ginhui'ni bu cür diz çökmüş formada təsvir edirlər və gələn gedən nə bilim şilləliyir, üzünə tüpürür və s. və ilə axır və bu 500 ildən artıqdır ki, bu formada davam edir. Yəni Ginhui'nin qəti şəkildə xəbəri olmayıb da, qəti şəkildə xəbəri olmayıbdır ki, onun belə deyim, belə bir heykəli var. Ginhui 400 il ölübdür, öləndən 400 ildən sonra dedilər ki, hə, biz buna belə bir heykəl qoyaq, bunu biz aşağıya alçaldaq. Belə yan-yana qoyubdular, şilləliyirlər, təkliyirlər, üzlərinə tüpürürlər, nə bilim, başqa şeylər deyirlər. Necə? Nuru kişi yox. Ölübdü adam, bu Ginhui'dir, düzdürmü? Ginhui ölübdü. 400 ildən sonra, Ginhui öləndən 400 il sonra deyibdilər ki, bizim belə bir qəhrəmanımız var idi. Məsələn, Yufei adında da. Bu Ginhui də bunu öldürübdü. Biz bunu 400 sən o şeydə o dəqiq bir mənbəyin də olmaz, yəni ona dair. 500 il bundan əvvəl yaşamış kim var məsəl üçün bizdə də, tutaq ki də. Kim var məsələn? İsmail. Hələ tutaq Şah İsmail Xətai məsəl üçün. Deyirik ki, Şah İsmail Xətaini filankəs öldürübdü. Atıram da. Gedib onu şey eləyirik, təhqir eləyirik. Yəni bilmirsən o öldürüb, o öldürməyib. 500 il əvvəl bu yaşayıbdı 1100-cü ildə. 1100-cü ildə. 1500-cü ildə görürsən. 1500-cü ildə qərar veribdilər ki, biz bu belə bir şey düzəldək. Bunu aşağılayaq burada. Vallahi nə yazığım gəldi mənim. Vallahi mənim yazığım gəldi. Bilmirəm, yəni də özləri bilərlər. Öz işləridir, amma mənim yazığım gəldi. Yəni nəyə yazığım gəldi? Bu heç vecinə deyil, ölüb gedibdi. Adam baş nazir səviyyəsinə qədər qalxıbdı o dövrdə. Yaşadığın yaşayıbdı. Hə, yaşadığın yaşayıbdı. Yaşayandan da 400 il sonra deyibdilər ki, ya biz bunu aşağılayaq. Vurdun. Ay, onu niyə üzünə sürtdün? Bunun üstünə eləmədilər ki, qalmır. Hə, yəni Ginhui'nin çox da elə vecinə deyil, nədir onun adı? Burada kimsə gəlib onu aşağılamağa. Səhv deyil, hə? Hə, Amil, gəldik, Yufei'ni gördük, Ginhui'ni gördük. Ginhui'yə də. Ginhui'nin yəni zarafat bir qırağa, yəni belə bir şey düşünək. Təsəvvür et ki, adam ölür. 500 ildən sonra adamı deyirlər ki, yox da, yəni bu sən demə xəyanət eləyən bu özüymüş. Gəl biz bunu aşağılayaq, alçaldaq. Düşün 500 ili. Bu da belə çıxırıq buradan. Əssalam. Nuş olsun Amil, nuş olsun. Bu nədir Amil? Bizim pis təşkilat nədir ondan? Prosta bunlar biraz yağlı kimi olurlar. Düyünün isə niyə pis təşkilatçılar? Qəribə insanlar. Nuş olsun Amil. Nuş olsun, nuş olsun. Ye baxım, ye baxım. Öyrəşmisənmi o çubuğa? Azərbaycan öyrəşmiş. Doğrudan. Məncə sən Çin üçün yaranmışsan. Çox adam var, Birdən bir adam nədir? Çoxaldı burada. Dəşə çox adam var burada. Buranın ən məşhur yeri buradır. Westlake. Ümumiyyətlə, yəni Hangzhou'nun yəni ən məşhur nöqtəsi ola bilərmi Westlake? Məncə ən məşhur nöqtəsi ümumiyyətlə Westlake. Westlake ətrafı. Bundan əvvəlki videoda getdiyim o yer var idi. O da Westlake'e yaxındır. Bax, bura Westlake'dir. Westlake nədir? Westlake, mən biraz İngilis dilli, amma o Westlake Qərb gölü. Bu da Westlake. Qəşəng göldür, Dama qardaş. Vallahi qəşəng göldür. Ya bura qəşəng göldür. payız videosunu göstərmişdim. Çox qəşəng göldür. Wow, görüntüyə bax.
Çok qəşəng kadrdır. Belə o çox qəşəng foto kadrı o. Bu çox qəşəng kadrdır daha çox. De Westlake'in ətrafında cəmaət oturub orada söhbət eləyir. İstirahət eləyir. Anlaş məkan. Westlake. Buranın ən deyim, nə siqnal verirsən. Buranın ən vacib yeri, ən önəmli yeri, ən belə mərkəzi yeri belə deyək. Yəni Hangzhou'nun şəhər mərkəzi buranın ən mərkəzi yeri deyil. Buranın ən mərkəzi yeri Westlake'dir. Westlake. Sincab var. Ay, nə qədərlər sincablar? O, Tontili. Ay Tontili. Hə, Allah'a. Şirindirlər də. Amma mən bunlarla gəzənləri bilməm, yəni mənə görə şəhərin bir havasını duymaq üçün piyada mütləq gəzməlisən. Yəni bu bir dəfə bir videom var idi, Liechtensteinlə bağlı bir video. Orada bir şey Liechtenstein də o barədə paylaşmışdım ki, bəs şeydir. Bu qatarla gedirlər. Liechtenstein də balaca bir yerdir. Yəni bu bir başından o bir başına piyada bir saata çatırsan da, bir başına o bir başına deyirəm ailə. Deyirəm ki, bu qatarla bu cür şeylər bu indi golf maşınıdır da. O kütləvi şəkildə o qatarla getməyin bir mənası yoxdur axı. Yəni niyə gedirsən? Piyada getsən daha belə oranın ruhunu duyarsan da. Aldım sən nə yazmışdılar? Daha sonra yazmışlar, bir nəfər yazmışdı belə. Bir hamı sənin kimi bomboş deyil. Bomboşluq deyil, o şəhərin ruhunu hiss eləməkdir. Oy, görüntünün gözəlliyinə bax. Görüntünün çox qəşəngdir, qardaş bura. O Polad gəlir deyir məsəl üçün də $100 verir. Kuravatına baxmısan? Polad gəlir deyir o skameykadan durmaq üçün $100 verir. Mən bunlara $100 versəm, oyda çox qəşəng deyil. Çox qəşəngdir ha. Bu məmləkətdə birisini yerindən etmək bu qədər həqiqətən. Belə huzur var, Çox qəşəngdir. Çox bəyəndim buranı. Heç nə olmur, sən get day. Mən burada çox qəşəng, çox. Səni yeyim, Tontili. Ay Tontili. Çox qəşəngdir, çox. Çok güzel ördeklerdi. Hakikaten Westlake çok ama çok qəşəng, çok. Yani sırf bu Westlake üçün belə olsa, yani bu Hangzhou'ya gəlməyə dəyər. Hakikaten. Özde yani bu cür yer üçün daha çox turist gözləyərsən, amma o qədər də yəni turist falan da yəni ətrafda izdiham yoxdur da belə deyim. Şeydə daha çox Fengguangda yadınıza əgər o videoya baxanlar bilər. Orada daha çox adam var idi. Ördəklər. Balası. La şirinliklər nə bunlar? Oturulası yerdir, əsl oturulası yerdir. Oh, sakit. Ay canım, oturdun. Mənzərən də bu. Neyse. Amel. Mənəm deyən cütlüklərin belə romantik mənzərəsi olmur, amma yəni var. Yəni həyatında heç vaxt belə bir romantik mənzərədə olmayasan. Amma bu cür romantik mənzərə məndən belə. Aha, burada yazıb axı deyə sökənməyin, siz sökərsiniz axı. Niyə belə yazıb sökənməyin, sökənirlər. Yazıb dırmaşmayın, dırmaşırlar. Nə eləmək olmazsa hamısı eləyirlər. Xiyar yeyirlər abla. Xiyar da bu. Bu nə yeyir? Ha, xiyar yeyirlər. Xiyar. Qoxusu da gəldi. Amma yox, buradakı xiyarlar o dadı vermir ya. Yəni xiyarı o duzlayıb yeyirsən, of.
Biz hal-hazırda bu gölün tam ortası ilə keçirik. Gölün ortasında bir dənə yol keçir. Bu formada o böyle düz yol gedir. Gölün bir başına, o bir başına. Hal-hazırda da o gölün tam ortasındayıq bu deyik. Tam ortasındayıq gölün. Uzaqlaşdı, uzaqlaşdı, uzaqlaşdı. Düz indi gölün ortasındayıq. Görsən? Düz. Sağ. Deyir ki, burada üzmək olmaz. Deyir ki, su çox dərindir, deyir. Buranın havası da çox qəşəngdir. Buranın havası mənim çox xoşuma gəldi. Həqiqətən, yəni... Bayağı fərq var. Şanxayda o qədər olmağının səbəbi Şanxay betondur deyə. Beton da əlavə üstünə gəlir. Plus Şanxay nə bilim, nəmilliyi buradan məncə daha çoxdur. Buranın havası bizim havası biraz daha soğukdur. Azərbaycan havasına. Mən deyəndə ki, Azərbaycan havası dünyada ən gözəl havalardandır. Mənə inanmırlar. Amma həqiqətən Azərbaycan deyəndə yəni bütövlükdə belə ümumiləşdirirəm də, yəni belə overall bir orta bir şey çıxardıram da. Çünki dünyada yəni elə çox ölkə yoxdur 4 mövsüm yaşayan. Azərbaycan 4 mövsüm yaşayan ölkələrdən birisidir. Yəni Afrikada sən 4 mövsüm görmürsən. Və yaxud da nə bilim, Cənub-Şərqi Asiyada 4 mövsüm görmürsən. Buralar Cənubi Amerikada çox da 4 mövsüm bəzi ölkələrində görmürsən. Yəni orada cəmi 2-dir. Quru sezon, yağış sezon. Azərbaycan 4 dənə mövsümümüz var. Amma ondan əlavə yəni hava şey deyil, belə nəmli deyil. Nəyəm vallahi, yəni bu muşmu... Amir, buna sən muşmula deyirsin, Yapon əzgili. Muşmula? Hə. Yapon əzgili deyən də var, muşmula deyən də var. Və bu gölü ortasından keçib bitirdik. Və göl, belə deyim də, sona çatdı. Göl burada qutardı. Buradan o tərəfə artıq yenə şəhərə gedir. Onu çəkir. Nəyə çəkmə? Hə, bununla gəlib şey, gələcəklərdir. Hə. Bu gəmi fason təhər şəhər kimi bir şeylə deyəm. Amir, gedək vağzala. Vağzala gedək. Mən çünki bilet alım sabaha. Gedək mi? Getməyək. Gedək vağzala, mən bilet alım. Getməyək. Çünki hadisədir. Vağzala bağlamamış gedək yavaş-yavaş. Yenə bu vağzalda üzrə gəldik. Niyə ayrıca vağzalımız yox? Biletimi alaq. Hara alıram bileti? Pekin. Pekinə. Növbəti artıq videonun da spoilerini verdim. Pekindədir. Növbəti video Pekində olacaq. Sağ-salamat gedib çıxa bilsən Pekinə. Ölməsin. Səncə hansı daha tez qutarır? Bu növbə yoxsa o növbə? Məncə bu daha tez qutarır. Çünki kişilər daha cəld işləyir. Bilmirəm. Mən elə gəldim. Dedim sən bura tez qutaracaq. Çünki həqiqətən yəni bu təcrübə ilə sabitdir. Bunu şey eləmirəm, cinsiyyətçi izah eləmirəm. Kişilər qadınlardan yəni bu cür yerlərdə daha tez işləyirlər. Bax sərhəd keçid məntəqələrində falan da yəni kişilər məsəl üçün pasportları daha tez yoxlayırlar. Bilmirəm, daha çevikdilər o cəhətdə. Beijing tomorrow. 只有站票没有座位。 Neçə manat elə? Cəmi cümlətanı 45 manat. 45 manat. 45 manata 8点 buradan 30，杭州到长久南的站票Pekinə. 112。 Buradan peki amma yol çox uzundur. Neçə saatdır yol? 手机号报一 Yol 下。 20 saat. 20 saatlıq yol. Dedim. Your name? Okay. 签名。 Sign. Okay. Thank you. Thank you. Belə. Beləliklə Hangzhoudan sağollaşırıq. Bu bizim Pekin 20 saatdır. 20 saat. Beləliklə Hangzhou ilə vidalaşmaq biletimi də aldım. Bununla da videonu elə burada bağlayıram. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidi ilə. Sağ olun.